Bu şəxslər icbari tibbi sığorta üçün 16 manat məbləği ödəməyəcək. Hər vaxtınız xeyir olsun. Xəbər nöqtəsi ilə qarşınızdayım. Zəhmət olmasa xəbərə axıra kimi qulaq asın. Bunu Maliyyə Naziri Sahil Babayev bugün 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib. Nazir bəzi detallara aydınlıq gətirib. Bəzi izləyicilər tərəfindən soruşulurdu ki, qeyri-formal şəxslərin 16 manat ödəməsi bu necə müəyyən olunacaq? 16 manatı kimlər ödəməlidir və kimlər ödəməyəcək? Uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. İlk dəfə olaraq qanunda göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaq. Növbəti ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub. Bu təxminən 7.3-7.5 milyon insanımızın sığorta haqqıdır. Təqribən 2 milyon şəxs muzləməklə çalışır. Onların da sığorta haqqı işçi və işçi işə götürən tərəfindən qarşılanır. Fərdi sahibkarların da sığortası onlar tərəfindən qarşılanır. Yəni minimum əhalinin 95%-i sığorta ilə bağlı tam əhatə olunacaq. Kimlər əhatədən kənara qalır? İşləyən, gəliri olan, gəlirini gizlədən və yəni qeyri-formal şəxslər. Nazir əlavə edib ki, qeyri-formal fəaliyyət göstərmək qanunda qadağandır. Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilməsi meyarları nələrdir? Xüsusi qaydalar olacaq. Onların da müəyyən edilməsi qaydaları elektron şəkildə aparılacaq. Fərdiləşmiş məlumat təqdim olunan şəxsiyyət vəsiqəsinin nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür? Kateqoriyada olmayan insandan gəlirinin mənbəyi soruşulacaq. Onlar da sığortadan kənar qalmır. Şərait yaradılır ki, bir dəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətindən növbəti müsbət və güzəştli bir addım kimi qiymətləndirilir deyə nazir əlavə edib. Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işə götürən də 2% olmaqla bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla ki, bayaq sadaladıq, uşaqlar, pensiyaçılar və əlilliyi olan şəxslər, əmək potensialı olan şəxslər də ayda minimum əmək haqqının, yəni 400 manatsa, 4% həcmində, yəni 16 manat məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.